beklədim. Xoş gəldiniz. Əndər Abbasov, Mənsur Şərifov, Xəyalə Quliyeva, Həsrət Həsrətov. Xoş gəldiniz. Necəsən gəldin? Xoş gəldiniz dostlar. Xoş gəldiniz. Qalmadı, heç nə qalmadı. Heç nə qalmadı. Onsuz da bir dəri bir sümük. Ay Həsrət, nə edirsən? Xoş gəlmişsən. Gəl. Onu bir dənə gözünün sevincinə baxın. Bugün ona dostlar gəlişinizlə dünya bəxş etdiniz. Bax valla. Xoş gəldiniz. Allah razı olsun. Çox sağ olun. Elə neçə vaxtı biz də yəni izləyirik. Aha. Allah köməyiniz olsun. Allah razı. Düşünürük ki, parodiyasını eləyə yoxsa eləməyək. Aa, parodiyası. Edək deyilmi dostlar? Edək. Mütləq edək. Əla. Ay, çok güzel. Evet, çok güzel. Siz bunu onsuz da laqeyd qala bilməzsiniz. Çünki özünü bilir ki, səhnədə görəcək, parodiya edilən ona var. Bir də Tünzalə xanım, psixolog kimi fikir verin, əllər bayaqdan belədir. Qoysan xəmir yoğuracaq. Həyəcanlanma, yanındadılar bizim dostlarımız. Səncə, səni kim parodiya edir? Bax, gör kim oxşayır sənə. Hə? Canın yanmasın Mənsur. Ay çok güzel, çok güzel. Doğrudan mən belə bir şey deyim, Lara xanım. Yəni səsiniz o qədər oxşuyur ki. Allah köməyiniz olsun. Valla hərdən Mənsur deyir ki, mənim özümə zəng ediblər ki, o sənsən, yəni o hansı seriyadır biz ona baxaq. Bildiniz mi nəyi deyir? Desin, eşidirsinizmi? Nəyi deyir? Bir dənə onu, Mənsur. Bir dənə onu, Mənsur. Ana bakalım! Əla. Buradan o tərəfi olmaz. Buradan o tərəfi sürprizdir, səhnədə izləmək var. İslam özü şokdadır. İslam nə baş verir? Ay bravo dostlar. Mənsur, əla. Yox, halallığı versən eləyəz, sən parodiya yoxsa. Halal xoşunuz. Sabah senaryo buradadır. Eləmişsə bunu burada Zırat Tulluya. Halal xoşunuz. Halal xoşunuz. Vəssalam.